Hətta bəzi rəvayətlərdə var, Əbu Talib əleyhissalam dünyasını dəyişəndə Peyğəmbər ki, qəbrin üstündə durmuşdu, dua oxuyurdu ki, hələ Qədir Xumyad bu imamət rəsmləşməmişdi Əli əleyhissalamda, mənə bu rast gəlib. Düzdür, sənədini çox araşdırmamışam, siz də çox işitlərsiniz. Bir də onda gördülər, Həzrət Peyğəmbər ərini sürtür qəbrə belə nəsə deyir. Qulaq verdilər, gördülər, deyir ki, qul ibni. De oğlum. Dedilər, ya Resulallah, kimdən danışırsan? Deyir, Əbu Talibdən, Əli əleyhissalamın atasından. Allah'tan soruşdular, cavab verdi. Ondan sonra göydən soruşdular, cavab verdi. Yerdən soruşdular, cavab verdi. İbrahimdən soruşdular, cavab verdi. Məndən soruşdular, cavab verdi. Və gəldilər, dedilər, imamın kimdir? Deyir, diyandı, mən ona buradan deyirdim ki, qul ibni, denən oğlum.